Mən Nərmin İlyasova Azərbaycan Dövlət İqtisad Universitetinin kompüter elmləri ixtisası üzrə 4-cü təhsil ilimi başa vururam. Deməli, bilmək istəyirdim ki, siz dediniz ki, iki seçim arasında qalmışdınız. Bəli. Müəllimlik və eləcə də kompüter mühəndisliyi, kompüter elmləri. Kompüter elmlərini seçdiyiniz zaman sizin əsas gözləntiniz nədən ibarət idi? Bəli, iki seçim arasında qalmışdım. Riyaziyyat müəllimliyi və kompüter elmləri arasında. Daha sonra araşdırmalar etdim və kompüter elmləri ixtisasını bitirən tələbələrin həm müəllimlik istiqamətində də fəaliyyət göstərə biləcəklərini gördüm. Ona görə də özümü məhz kompüter elmləri ixtisasında sınamaq istədim ki, birdən sırf elə data analitika və yaxud da ki, digər hər hansı bir sahə mənim üçün maraqlı olar və inkişaf elətdirmək istəyərəm. Gözləntilərim əslində çox yüksək idi və hər biri real nəticə ilə müqayisə etsək doğrultdu məni. Çox sağ olun. Bundan əlavə bilmək istəyirdim ki, biz kompüter elmləri bilirik, IT sahəsi və kompüter mühəndisliyi sahəsi var. Bunlar arasındakı əsas fərq nədir? Yəni sizcə kompüter elmlərini bitirən bir şəxs mühəndis ola bilər və yaxud da ki, mühəndisliyi bitirən bir şəxs kompüter elmləri haqqında belə deyək ki, tam məlumatı ola bilər, yoxsa necə? Deməli, məsələn, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisasları mövcuddur və bu ixtisaslar arasında əslində fərqlər çox böyükdür. Sadəcə hal-hazırda biz yeni inkişaf elətdiyimizə görə bu ixtisaslar üzrə aralarındakı fərq çox cüzi görünür, lakin çox böyükdür. Məsələn, kompüter elmləri ixtisası daha çox proqram təminatı üzərindəndir, yəni proqramlar və s. Kompüter mühəndisliyi isə daha çox kompüterin fiziki avadanlıqları, onun deməli aparat təminatı hissəsinə uyğun olaraq deməli yönəlmişdir. Belə baxdığımız zaman ixtisasın əslində heç bir önəmi yoxdur. Hər kəs özünü hər bir sahəyə uyğun olaraq inkişaf elətdirə bilər. Yəni üzülməyə ehtiyac yoxdur ki, mən kiber təhlükəsizlik üzrə irəliləmək istəyirdim, amma balım çatmadığı üçün kompüter elmlərinə məsələn düşmüşəm. Yəni üzülməyə ehtiyac yoxdur, çünki kompüter elmlərini oxuyaraq da siz kiber təhlükəsizlik üzrə məsələn irəliləyə bilərsiniz. Bəli, self-study eləyərək Bəli, hər şey mümkündür təbii ki. Hal-hazırda universitetdə hansı proqramlaşdırma dillərini öyrənirsiniz? Hal-hazırda 4-cü kursda təhsil alıram və bizim praktika müddətimizdir. Lakin əvvəlki illərə nəzər salsaq, biz 1-ci kursun 1-ci və 2-ci semestrində proqramlaşdırmanın əsasları 1 və 2 adlı bir fənlərimiz var idi və orada biz Python proqramlaşdırma dilini öyrənirdik. Hər birini kiçik hissələrə bölərək öyrənmişik və həmin hissələrə uyğun Yealimp adlı bir sayt var idi. Müəllimimiz orada həmin o hissələrə uyğun məsələlər verərək öz biliklərimizi daha da təkmilləşdirirdik. Deməli, bilirik ki, sizin oxuduğunuz sahə ilə bağlı rəqabət çox güclüdür və sizcə hal-hazırda Azərbaycanda olan iş imkanları bu sahə üzrə nə qədərdir? Yəni iş tapmaq sizcə asandır yoxsa çətin? Azərbaycanda məncə kifayət qədər IT sahəsi üzrə iş imkanları var. Çünki bu sahə günü-gündən inkişaf edir və bütün iş yerlərində IT-yə ehtiyac vardır və güclü, savadlı bir mütəxəssisə də həmçinin ehtiyac vardır. Sizin də vurğuladığınız kimi əslində rəqabət çoxdur və tələbələrin hər biri bilməlidir ki, 4 il ərzində oxuduqlarımız bizim güclü bir mütəxəssis olmağımıza kömək olmayacaq. Biz mütləq şəkildə öz üzərimizdə işləməliyik, layihələr, praktikalar, təcrübə proqramlarına bacardıqca qoşulmalıyıq. Yəni bir sözlə özümüzü inkişaf elətdirməliyik ki, digər rəqabətdə olduğumuz insanlardan biz fərqlənək və işlə təmin oluna bilək. Bəli, çox tələbə düşünür ki, sadəcə akademik, yəni fərqlənmə diplomu ilə universiteti bitirəndə bütün iş imkanları onların olacaq, lakin bildiyimiz kimi soft skilllərimizdə müəyyən qədər inkişaf elətdirmək bizə iş imkanları tapmaqda daha çox kömək edir. Təbii ki. Sonuncu sualım bu olacaq ki, bu ixtisası seçmək istəyən abituriyentlərə və hal-hazırda bu ixtisasda oxuyan tələbələrə hansı məsləhətləri verərdiniz? İlk öncə məsləhətimi abituriyentlərə vermək istərdim ki, bu sahəni və yaxud da ki, hər hansı bir başqa sahəni seçdikləri zaman kənardakı fikirlərə çox da əhəmiyyət verməsinlər. Öz istədikləri ixtisası dəqiq müəyyənləşdirsinlər. Çünki biz sadəcə öz istədiyimiz işlə məşğul olduğumuz zaman səbirli və davamlı şəkildə inkişaf edə bilərik. İkincisi, onu deyə bilərəm ki, ən çox deyilən fikirlərdən biri budur ki, IT sahəsini üzrə oxu, orada daha çox maaş var.
Lakin bu belə deyil. İlk Bəli. işə başladığımız zaman yüksək gördüyümüz məbləğlərdən, o 4 rəqəmli məbləğlərdən başlamırıq. Hər zaman aşağı səviyyədən, junior səviyyədən başlamış oluruq. İkinci məsləhətim isə abituriyentlərə o olacaq ki, universitet illərini sadəcə dərs oxumaqla, universitetdə verilən tapşırıqları oxumaqla kifayətlənməsinlər. Həm öz hobbilərinə, dostlarına, həmçinin yumşaq bacarıqlarını, həmçinin də öz oxuduqları sahə üzrə olan biliklərini möhkəmləndirməyə və daha da artırmağa çalışsınlar. Son olaraq da deyə bilərəm ki, hər şey bir anda olmur və səbirlə çalışmaq, davamlı olaraq çalışmaq lazımdır. Çünki uğur bir təsadüf deyil, davamlı zəhmətin bir nəticəsidir. Bəli, tamamilə sizinlə razıyam.